Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Qovulmuş şeytandan Allaha sığınıram. Hər şeydən uca Allahımız birinin günahının yükünü o adam özü çəkər. Başqası buna kiminsə günahına, yəni cavabdeh deyil deyə ayələrdə buyurur, bildirir. Və biz də başa düşməliyik ki, Quranla bildirilir ki, təqvalı olaq, anlamalıyıq. Yoxsa cəhənnəmə düşərik biz insanlar. Təqva Allahı sahib haramlardan qorunmaqdır. Allahı sahib haramlardan qorunmaqdır. Günahlardan çəkinməkdir. Və günah yüklüsü, günah edənlərin barəsində olan ayələrdən 1-ci Fatih surəsi 18-ci ayəyə nəzər salaq. Heç bir günah yüklüsü başqasının günah yükünə yüklənməz, deyə Allahımız buyurur. Heç bir günah yüklüsü başqasının günah yükünə yüklənməz. Günah yükü ağır olan adam yükünü daşımağa yaxını olsa belə başqasını yardıma çağırsa yükündən heç bir zərrə daşınamaz. Deməli, kim nə günah edirsə özü cavabdehdir, öz boynundadır. Yaxını belə ona kömək edə bilməz. Yaxını belə anlatsa ki, qorxma, et bu günahı mənim üzərimə, Allahdan yalvarıram, istəyərəm ki, səni bağışlasın. Belə deyil, ardına qulaq assaq, görəcəyik. 2-ci surənin 286-cı ayəsində buyurulur ki, hər kəsin qazandığı yaxşılıq öz əleyhinə, qazandığı pislik də öz əleyhinədir. 5-ci surənin 52-ci ayəsində, 6-cı surənin 164-cü ayəsində də həmin o barədə, yəni buyurulur ki, hər kəsin qazandığı yaxşılıq öz əleyhinə, qazandığı pislik isə öz əleyhinədir. İsra surəsinin 13, 14, 15-ci ayələri isə belədir. Biz hər insanın əməlini öz boynundan asar və qiyamət günü bütün əməllərini açıq kitab kimi qarşısına qoyarıq və belə deyərik, oxu kitabını, əməl dəftərini. Bugün sən haqq hesab çəkməyə özün özünə kifayətsən. Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. Hələ öz günahına cavabdehdir. Biz peyğəmbər göndərməmiş, heç bir ümmətə əzab verməmişik. Loğman surəsi 31-ci surənin 33-cü ayəsində buyurulur. Ey insanlar, Rəbbinizə qarşı təqvalı olun. Heç bir atanın övlada, heç bir övladın da atasına heç bir şeylə kara gələ bilməyəcəyi gündən həzər edin, yəni qiyamət günündən. Zümər surəsinin 7-ci ayəsində buyurulur ki, heç bir günah yüklüsü başqasının yükünə yüklənməz. Sonunda dönüşünüz sadəcə Rəbbinizədir və o etdiklərinizi sizə bildirəcəkdir. Şübhəsiz ki, o qəlblərin özünü biləndir. Fussilet surəsinin 46-cı ayəsində, Casiyə surəsinin 15-ci ayəsində buyurulur ki, kim yaxşı bir iş etsə öz əleyhinədir. Kim də pislik edərsə öz əleyhinədir. Rəbbin qullarına əsla haqsızlıq edən deyildir. Nəcm surəsinin 38-ci, 39-cu ayələrində də belə buyurulur ki, heç bir günah sahibi başqasının günah yükünə yüklənməz. İnsan üçün öz etdiyindən başqası yoxdur. İnsana ancaq öz zəhməti, səyi, çalışması, əməli qalar. İnsan üçün öz etdiyindən başqası yoxdur.
Zilzal surəsinin 7-ci və 8-ci ayələrində buyurulur ki, kim zərrə qədər yaxşılıq edərsə onu görər. Kim də zərrə qədər pislik edərsə onu görər. 17-ci surənin 7-ci ayəsində buyurulur ki, yaxşılıq da etsəniz özünüzə etmiş olursunuz, pislik də etsəniz yenə özünüzə etmiş olursunuz. Ayədə həmçinin başqa bir ayə var ki, buyurulur ki, hərə öz əməlinin gürovudur. Ayələrdə həm də vardır bu ki, bir başqasını günaha kimsə sövq edərsə, o günahdan ona da pay düşür. Yəni 2 qat günahkar sayılır. Həmçinin bir başqa ayədə buyurulur ki, kim bir savab işə əl qoyarsa, ona da o işin savabından pay düşür. Kim də bir günah işə əl qoyarsa, yəni günaha vasitəçilik edərsə, o günahdan ona da pay vardır. Odur ki, heç kim ən yaxını olsa belə, hətta ata-anası, bacı-qardaşı olsa belə, o günahlarına görə özünü hörmətsiz saymasın. O günahkarların günahlarına görə özünü hörmətsiz saymasın. Və heç bir yaxınının günahına görə insana irad tutmasınlar. Allah belə deyir. Sağ olun, hələlik. Yeri gəlmişkən deyim ki, yenə də Quran ayələrinə əsaslanaraq bunu açıqlayım ki, bilən bilir, bilməyən də yadına salsın. Mən qarşı. Allah tövbə edənləri sevər. Bəli. Ancaq Quranda yenə də buyurulur ki, tövbə etmək təkcə sözlə deyildir. Tövbə edirəm deyib Allahdan bağışlanma diləmək bununla bitmir. Yəni, tövbə əslində nədir? Tövbə odur ki, insan etdiyi pisliyin əvəzində yaxşılıq etməlidir ki, tövbəsi qəbul olunsun, etdiyi pisliyə belə yanaşmalıdır ki, tövbəsi qəbul olunsun deyə onun etdiyi pisliyin əvəzində yaxşılıq etməlidir. Yoxsa cəhənnəmlik olarıq.